Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, xoş gördük. Bugünkü həm söhbətim Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xudoğludur. Şahbaz bəy, xoş gəlmişsiniz. Çox sağ olun. Nə var, nə yox? Biz ənənəvi bir el adəti ilə, sualla başlayaq. Sizin başınız sözün həm yaxşı mənasında deyək, həm də biraz belə pis mənasında çıxsın. Demək istəməzdim, amma onu da dilə gətirəsi oluram. Həmişə başınız qarışıqdır. Xoş şeylərə də adınız çəkilir, hallanır, bəzən belə müəyyən ürək bulandıran, könül bulandıran söz-söhbətlərdə də. Bilmirəm, bu niyə belə olur, buna daha çox özünüz mü səbəbkar olursunuz, bu vəziyyət, mühit mi səbəbkar olur? Bəlkə də bundan başlayaq. Avla birinci nə var, nə yoxla bağlı deyim ki, nə var, nə var, yox. Yəni, bu belə bir vəziyyətdir. Əslində, baxsan, yəni, nə var kimi var, nə yox kimi yoxdur. Məsələ burasındadır ki, mən bu, yəqin ki, öz vəziyyətimlə bağlıdır. Həmişə şəffaflıq istəmişəm, açıqlıq istəmişəm, hər zaman söhbətə açıq olmuşam, istənilən bir şəxslə, istənilən bir məsələ ilə bağlı və ona görə də yəqin ki, ətrafımda daha çox söz-söhbət yaradan hadisələr baş verir və bir də ki, söz-söhbəti etməyi bacaran insanlar olur, yəqin ki, ona görə də belə olur. Yəni, elə bir çevrə var ki, o çevrədə işləyən adamlar söz-söhbət eləmir, çünki bəlkə də onu bacarmırlar. Bir də var ki, mən elə bir mühitdə çalışıram ki, burada tərcüməçilər, yazıçılar, redaktorlar, korrektorlar, maşallah, hamısı söz əhlidir və gərək eyni zamanda da onları danışmağı, yazmağı fərqardılar da. Əlbəttə, yəni gərək onlarla da bacarasan necəsə işləməyə. Yəni bu mənada normaldır hər şey. Mən o söz-söhbətin olmasından narahat deyiləm, nigaran da deyiləm. Bunların olması, çalışıram ki, istənilən bir söz-söhbətin baş verməsini işimizin xeyrinə həll edə bilim. O məşhur bir söz var, deyir, mənim haqqımda danışırlarsa, deməli, mən varam və yaxşıyam, seçilərəm, fərqlənirəm, bir əldəyəm. Bu bədənlə də bağlı deyirlər. Əgər bədənin bir hissəsində ağrı varsa, deməli, bədənim salamatdır. Yəni ki, ağrı hansısa bir yerdə ağrı var. Qanun Nəşrlər Evinin artıq 30 yaşı tamam olub, 31-ci ildir də fəaliyyət göstərir. Siz jurnal kimi fəaliyyətə başlamışsınız o vaxt, 92-ci ildə, elədirmi? Bəli, bəli. Qanun jurnalı, indi də o jurnal əslində fəaliyyət göstərir, amma jurnal bir növ, belə deyək, kölgədə qalıb, ön planda nəşriyyatın özü. Çox spesifik bir jurnaldır. Hüquq nəşrləri orada çap olunur. Hüquqşünaslar üçün tanınan bir jurnaldır. Qeyri-hüquq məkanda populyar deyil, elmi jurnaldır. Vaxtı ilə bizim bu ədliyyə ilə, orqanı ilə bağlı sənədlərin nəşri ilə məşğul olan bir nəşriyyat var idi də. Qanun onun bazasında yarandı, eləmi? Yox. Ümumiyyətlə, qanun heç zaman dövlətlə hər hansı bir, yalnız qeydiyyatı oradan keçib və qeydiyyatı oradan keçdi. Amma heç bir bazada yaranmayıb, müstəqil olub. Yəni, onun özəlləşməsi hesabına formalaşmayıb. Yox. O vaxt müəyyən söhbətlər var idi ki, Sabir bəy də onda sizin böyük qardaşınız, yeri gəlmişkən, izləyicilərimiz üçün də aydın olsun deyə, yəqin bəziləri zahirən sizi oxşadıb bildilər, tanımayanlar. Amma arayış üçün deyək ki, sizin böyük qardaşınız Azərbaycanın xalq şairi tanınmış ziyalı Sabir Rüstəmxanlıdır. Sabir bəy də o illərdə Mətbuat və İnformasiya Naziri idi. Bəli. 91-ci ilin payızında mən xatırlayıram, da 97-yə qədər də gərək ki. 96-ya, bəli. O illərdə məhz elə sizin jurnal kimi də başlayan dövrdə, sonra nəşriyyata çevrilən vaxtında. Əslində, baxsanız, məni jurnala gətirib Natiq Səfərov. Yox, mən demək istəyirdim ki, yəni Sabir bəyin yəqin adı ona görə hallandı ki, o dövrdə, daha doğrusu sizin bu məsələdə onlar təsis eləmişdilər. Natiq Səfərov redaktor idi və Natiq Səfərov məni gətirdi. Sonra gördü ki, bütün işləri mən görürəm, özüm aparıram, özüm nəşr edirəm. Dedi ki, əgər bütün bu işləri sən görürsən, özün satırsan, daha mən burada
Jurnala rəhmətli Natiq Səfərov gətirmişdi də. Hə, jurnala o mənə dəvət etmişdi. Biz təsadüfən görüşmüşdük. Tamamilə fərqli bir redaksiyada Əhmədliyə getmişdik. Orada bürcülərlə bağlı bir jurnal açılırdı. Nəsə belə bir mistik bir qəzet açılırdı. Onun redaksiyası formalaşırdı. Mən Eldar Qutlu ilə getmişdim ora. Orada Natiq Səfərovla, rəhmət eləsin. Hə, onu da rəhmət eləsin. Natiq Səfərovla tanış oldum və geri qaydanda biz artıq belə 2000 ildir bir-birimizi tanıyırıq. Baxmayaraq o məndən 25 il böyük idi. Mən gənc belə uşaqdım və sonra elə o bir gün mənə dedi ki, gəl elə gedək bizdə qanunda işlə. Və onunla da işə başladım. Yəni kənar yerdə iş axtarmadım. Siz ondan qabaq institutu təzə bitirib Yuğ teatrında çalışmışdınız. Mən əslində bitirmədən Yuğ teatrında işləyirdim. Hə, çox tez Yuğ teatrında. Mən əsgərlikdən gələndən sonra Yuğa getmişəm. 3-cü kursdan ya 4-cü kurs? 2-ci kursdan. 2-ci kursdan, hə. Orada yəni bir 2 il ərzində siz çalışdınız aktyor kimi rollar, tamaşalarda da oynadınız. Baxsanız mən orada səhnə ustası idim. Səhnə yığırdıq eləyirdi. Amma orada hər kəs bütün işi bacarmalı idi. Yəni o mənada hamımız bütün işləri görürdük. Rəhmətli Vaqif İbrahimoğlu'nun şinelindən çıxanlar necə deyirlər? Onlar universal əskər olurlar. Hə, elədir, hə, hər şey öyrədirdi. Həm də o dövrdə o yoxdan elə bil yaranan bir teatr idi. Özdə teatr, Milli Teatrın da nəzdində studiya idi, əvvəlində yadınızdadır. Siz yəni başlayan dövrdə. Ona görə biraz işçi çatışmazlığı da var idi, ştat məhdud idi. Və təbii ki, bir adam bir neçə funksiya yerinə yetirəsi olurdu. Bacaran biri işıq qururdu, biri səhnədə dekorasiyanı qururdu, biri siz demiş, aktyorluqla yanaşı, nə bilim, mətnə baxırdı. Hər şey edirdik. Səhərdən axşama qədər orada olurduq. Yeməyimizi də orada yeyirdik. Sonra gəlirdi Vaqif müəllim. Binanın 4-cü mərtəbəsində. 4-cü mərtəbəsində. O məşhur yerdə. Çox məşhur yer idi. Belə danışırdı. Əslində biz onun danışıqlarını yazırdıq. Bizə görə ora doğrudan da bir tədris teatrı idi. Bu Vaqifə görə bu eksperimental bir şey idi. Bir laboratoriyadır əslində baxsanız. İndi amma laboratoriya teatra çevrildimi, çevrilmədimi, nə dərəcədə böyüdü, nə onu demək çətindir. Amma çox insanların həyatında çox böyük rol oynadı. Yəni mən belə deyərdim də, əslində baxsanız yox, bizi özümüzə tanıtdı. Yəni biraz orada qalandan sonra hərə bir tərəfə getdi. Biri aktyor oldu, biri nə bilim kitab nəşr elədi, biri nə bilim jurnalist oldu, rejissor oldu. Vaqif bizi özümüzə tanıtdı. Yəni bu mənada Vaqifin bizim cəmiyyətdə çıxmağımızda onun müstəsna bir rolu var. Sonra da əlbəttə ki Natiq. Və mənə gəlir ki bizim cəmiyyətdə bu ustad, şair məsələsi, bunlar mütləq bu görünür. Yəni bu genetik bir məsələdirmi, ya çox tarixi var və bizim qan yaddaşımızda bu var və bu çox ciddi şəkildə bir rol oynayır. Bəzən sistemin sənə vermədiyi, təhsil sisteminin sənə vermədiyi, sənin yanında olan, amma təcrübəli bir adam sənə verə bilər. Biz hamımız əslində qəzetçilikdir, redaktədir, yazmaqdır. Bunların hamısını təcrübədən öyrənmişik. Yanımızdakı insanlardan öyrənmişik. Yəni məktəbdən öyrənməmişik. O illərdə ümumiyyətlə elə biz deməli aşağı-yuxarı hamımız bir dövrdə gəlmişik mətbuata. Təsəvvür edin ki, mən indi sizlə biz ilk dəfə mənə gəlir ki, görüşmüşük. Deməli qəzetlər gecə gedirdim, mətbəədə çap olunurdu. O mətbəə çapxanasında görüşmüşük. Biz orada oturmaq yeri var idi, yadımdadır. Deməli o Günay mətbəənin adı nə idi? O da Çermet Körpüsünün yanında olan bir mətbəə idi. Bildim. Mən orada çox, biz hamı gedirdi ora. O vaxt biz And qəzetini gətirirdik ora. Sonra amma And qəzeti partiyanın 525 qəzeti ora gətirirdilər. Belə müxtəlif hər kəs də cavan uşaqlar orada yığışıb belə söhbət edirdi, tanışlar. And qəzeti onda partiyanın qəzeti idi də, Vətəndaş Həmrəylik Partiyasının. Deyəsən yadımda deyil. Ya deyəsən partiya qəzeti deyildi, bilmirəm dəqiq yadımda deyil, amma ora bağlı idi. Ora bağlı. Valid qardaşda çalışırdı. Bəli. Görün nə qədər adamlar xatırladıq bu günləri. Mən onu deyirdim ki, biz o illərdə bax indi o ustad şagird sadə el dilindən isə ustad şair deyirlər.
Bax, bizim də müəllimlərimiz, mənəvi müəllimlərimizdən sayıram mən Şakir Yaqubovu. Bəli, bəli. Çünki Şakir Yaqubov yüksək səviyyəli redaktor idi, peşəkar idi. Həm də sözün əsl təəssübünü çəkən, qeyrətini çəkən adam idi. İndi mən təəssüf edirəm ki, belə adamlar demirlər, barmaqla sayırlar. Şəxsən mən gəlib o Şakir müəllimlə tanış olan yaşdan nə qədər keçmişəm, fikirləşirəm ki, o vaxt o gözümüzdə bir yaşlı adam idi. Həm də o doğrudan elə yaşından əvvəl qocalmışdı. Mən onun sonrakı illərdə tanış oldum, yəni yaxın oldum. Amma mən 90-cı illərin əvvəlində artıq Mədəniyyət, Səhər qəzeti, Bakı qəzeti, mən paralel hamısına yazırdım və Səhər qəzetindən də yolum keçdi. Şakir müəllim rəhmətlik də onda orada işləyirdi. Hidayət Elvüsal, Allah hamısına rəhmət eləsin. Məzahir Süleymanzadə baş redaktor idi. Onlar müavin idi. Sonra arada Hidayət Elvüsal getdi oradan. Şakir müəllim bir müddət qaldı, işlədi. Sonra bir qəzet açıldı. Balaş Abbaszadə dəstəyi ilə Sirdaş qəzeti. Bilmirəm, xatırlayırsa, Şakir Yaqubov bir müddət orada çalışdı. İşin peşəkar görülməsi bu çox vacibdir. Hansı sahədə olursan ol. Bu yanaşma ilə bağlıdır. Yəni münasibətlə bağlıdır. Yəni hətta istəyirsən həkim ol, istəyirsən hakim ol. Əgər öz işinə ciddi yanaşırsansa, sən bu mənada özünü tanımaq, öz bacarıqlarını tanımaq və ondan istifadə etmək, digər insanlar da ondan yararlansınlar. Bu çox vacibdir. İndi bunu necə öyrətmək? Bu əslində baxsanız mənə gəlir ki, bu həm də aydınlanmaqla bağlıdır. Bax, aydınlanmaq deyir ya. Bu aydınlanmaq odur ki, insan özünü görür, işıq. Elə bir ki, insan birdən-birə işığa çıxır və o özünü görür, öz imkanlarını görür, öz bacarığını görür və bu görür ki, o nə verə bilər adamlara, başqalarına və başlayır onu yəni bazarda təklif etməyə, özünü bazarda təklif etməyə. Bu çox məncə də bu bizim əvvəlki sistemdə bazar yox idi. Amma indiki sistemdə bazar var. Biz mütləq bazarda özümüzün dəyərimizi göstərməliyik. Yəni sizin dediyiniz o şeylər var ha, onlar dəyərlidirsə, yəni onu dəyərə çevirmək lazımdır ki, onu görsünlər və alsınlar. Əgər onu dəyərə çevirə bilmirsənsə, əgər yaxşı bir redaktor özünün yaxşı redaktorluğunu indi göstərə bilmirsə və onu dəyərə çevirə bilmirsə, deməli onun marketinq problemi var. O öz marketinq məsələsini həll etməlidir. Yəni bu mənada bu daha yoxdur, elə məsələ deyil. Bu var yenə də. Məsələn, yaxşı tərcüməçinin əlindən heç zaman pis mətn çıxmır. Hətta onun qanararı aşağı da olsa. Yaxşı redaktorun əlindən pis mətn, pis redaktor çıxmır. Onun o qanararı düşünmür, o mətni düşünür. Amma indiki bazar münasibətləri və mən əslində baxsanız, bazar münasibətləri sevən bir adamam. Çünki bazar insanı müstəqil edir. Sənin büdcən əgər insanlardan gəlirsə, çox adamlardan gəlirsə, sən müstəqil olursan və onlar qəpik-qəpik, 2 manat, 3 manat sənin kitabına pul verir və sən onun hesabına redaktor, onun hesabını düzgün seçim edirsən. Yəni sən sənə lazım olan kitabı seçirsən. Ora kimsə müdaxilə edə bilmir. Yəni o tələbatı mütləq nəzərə almalı olursan da. Əlbəttə, əlbəttə. Bax, elə siz indi söhbətimizin elə bir məqamıdır ki, o vacib məsələlərin üstünə gəldik, çıxdıq. Peşəkarlıq öz yerində, bu nəşriyyatın adı birinci növbədə elə ona çağırır ki, burada hər şey qanunla geçsin, ədalətlə geçsin. Bu qanun sözü elə qanun şərtidir. Yox, təbii şərtidir. İndi mən onu çox yerdə, məsələn deyək ki, xaricə gedəndə... Amma ad həm də gəlin razılaşaq ki, bir müəyyən mənada elə bir boyuna bir yük də qoyur. Əslində baxsanız, mən qanunu daha çox musiqi aləti kimi görürəm, nəinki qanun kimi. Qanun aləti kimi? Bəli. Yəni ki, onun mən istəyirəm səsi eşidilsin. Sözünün kəsəri yox, səsi, hər kəs duysun onu, eşitsin onu. O başqa bir şey. Bunu mən istəyirəm. Yəni, mən qanunun bu tərəfini istəyirəm. Bu tərəfini yox, yəni. O, çox kəsən, doğrayan filan, qəlibləşdirən bu tərəfini istəmirəm. Mən onun səsini istəyirəm ki, onun səsi yayılsın, onun kitabları oxunsun, ona reaksiya verilsin. Hə, tənqid olunsun, etsinlər.
Oxuyurlar ki, edirlər də, oxumasalar etməzlər ki. Yəni sizcə hansına uyğun bir nəticə var ortada bu 30 ildən sonra? Bəzən qanuna uyğun, bəzən səsə uyğun. Hər ikisinə uyğun. Çünki bax, peşəkarlıqdan danışırıq. Yaxşı deyirsiniz ki, yaxşı tərcüməçinin, redaktorun, korrektorun həmişə işinə məsuliyyətdən çıxış edib keyfiyyətli məhsul qoyur ortaya. Amma eyni zamanda gəlin razılaşaq ki, bu keyfiyyətli məhsul ərsəyə gətirən adamın da dəyərləndirilməyi də vacib məsələdir. Biz axı, hətta pul istəməsə belə bir insaf mürvət deyilən şey də var da. Hətta bu rəsmiləşməsə də belə, o keçmiş əyyamlardakı kimi bir kişi sözü ilə filanla ki, bu adamın zəhməti var, onu qiymətləndirmək lazımdır. Bax, nədənsə siz bu müstəvidə həmişə sizin nəşriyyatla söz-söhbətlər başa alıb gedir. Özdə bu bir nəfərlə sizin aranızda yox, konkret sizin deyəndə, yəni nəşriyyatla. Elə lap o, həmçinin sizin özünüzlə. Bir neçə nəfər var, özünüz də bilirsiniz. Biri bu günlərdə məhkəmə nəticəsini elan edən pəri miniatürlə bağlı olan məsələdir. Nə bilim, mən dəfələrlə görmüşəm. Yalçın İslamzadənin. Yalçınla bizim heç bir alış-verişimiz olmuyor. Amma o həmişə bizdən yazır. Mən başa düşə bilmirəm ki, Yalçın niyə bizdən yazır? Axı bu bizlə heç zaman işləməyir. Amma məsələn, Qismət Rüstəmov yazıb, o da xanımının işi. Xanımının işi ilə Qismət Rüstəmovun, yəni biz kitabını nəşr eləmişik, bundan tərcüməsini nəşr eləmişik. Sonra Sevil xanımın, Gültənin, onun çoxlu tərcümələr olub. Baxın, bir şey sizə deyim. İndi mən konkret adlara getmirəm. Bizim indi bugün siyahıya baxmışam ki, 70 tərcüməçi ilə işləyirik. İndi bu 70 tərcüməçinin 10% həmişə var da istehsalatda. Bu 70 tərcüməçinin ən azı 10%-i sənə etiraz edə bilər də. Normaldır da, eləsinlər də. Biz də ona uyğun işimizi düzəldək də. Yəni, bunlar deyilməsə, danışılmasa, biz onda hardan... Axı, mən 70 tərcüməçi ilə işləmirəm. Mənim koordinatorum var. Bu koordinator o 70 tərcüməçi ilə işləyir. Onlara iş verir, işini alır, qanararını hesablayır, mühasibatlığa ötürür, mühasibatlıq başlayır o qanararı ödəməyə. Burada gecişmələr ola bilər. Biz heç kəsə ödəmirik deyən belə bir fikrimiz yoxdur, yəni belə bir heç niyyətimiz də yoxdur. Biri gec, biri tez ödənir. O ki, tərcüməçilər bizlə sistemli işləyirlər. Yəni, 5 yerdə işləyir, 1 saat vaxtım var, bunu da qanuna müraciət edeyim, bir dənə tərcümə götürüm, o 1 saatda ondan edərəm. Hətta aylıq da orada biraz pul gələr, bu da artıqlıq eləmir də, gəlsin də. Bu cür adamlarla deyil, yəni biz sistemli bizlə tərcüməçi kimi çalışan insanları da sistemli qanarar alırlar. İndi kənardan qoşulanlar bəzən gecişir qanararı, onu da dərhal yazırlar, özlərini bildirirlər. Ən azı hər gün mənə təəssüf ki, amma mən bunu istəmirəm, dəfələrlə deyirəm. İndi bizim redaktorlarla, tərcüməçilərlə şənbə günü saat 12-də toplantımız var. Yəni, redaktorların koordinatoru ayrıdır, tərcüməçilərin koordinatoru ayrıdır və bunlar onlarla ünsiyyətə girmirlər. Nədənsə, bunlar həmişə mənə yazırlar. Amma deyirəm ki, axı mən fiziki olaraq elə imkanım yoxdur sizlə. Siz mənə müraciət edirsiniz, tərcümə istəyirsiniz, yönləndirirəm koordinatora. Deyirəm ki, zəhmət olmasa testdən keçirin, görün necədir. Əgər orada başqa redaktorlarda baxırlar, normaldırsa tərcümə verirlər. Mən heç o adamları tanımıram. Harada, heç üz-üzə gəlirik, bəzən hansısa tədbirdə deyirlər ki, biz filan tərcüməciyik, mən tanıyıram onu. Əks halda mən tanımıram onların əksəriyyətini də görməmişəm yəni. Proses belə baş verir, yəni narazılığın olması normaldır, tənqidin olması olmaz. Axı biz elə bir cəmiyyət istəmişik. Yəni sosial şəbəkənin xidməti nədir? Bu bir öz fikrini ictimaiyyətə çatdırmaq texnologiyasıdır. Bu bir texnologiyadır və biz bundan istifadə edirik, düzmü? Yəni hisslərini, emosiyalarını boşaltmaq bir yerdir. Yerdir və bunu edirlər, bu çox yaxşıdır. Yəni biz ona qarşı getməməli, əksinə onu dinləməli və özümüzdə qüsur varsa onu düzəltməliyik. Elə məni qabaqladınız deyəcəkdim, amma tək dinləməklə iş bitmir axı. Onu nöqsanlar varsa onu aradan qaldırmaq lazımdır ki, bu sistematik hal almasın da, bu davamlı şəkildə getməsin. Kitab işi ağır işdir. Şübhəsiz, hər bir iş ağırdır o cümlədən. Yox, bu kitab 2 qat ağırdır. Yəni bir var qəzet buraxasan, qəzeti nəşr elədin və verdin, sabah artıq o yoxdur. Bir verilişi edərsən, bugün var, sabah yoxdur.
Amma bu kitab daim sənin rəfindədir, daim masandadır, daim və bunun üstündə çox insanlar işləyirlər. Bu elə belə deyil və Azərbaycan xalqı oxuyan xalq deyil. Biz bunu belədən də desəm, belədən də necə eləsəm mümkün deyil. Oxumuruq. Yəni bizim həmin o mübahisəsi gedən kitabın 2 ildir artıq nəşr olunub. Pəri miniatürün kitabını Yox, deyirsiniz. onu istəsəniz ona ayrıca aydınlıq gətirərəm. Söhbət Sevil xanım- ağıllı investordan gedir bu kitabdan. Bu kitab bu vaxta qədər cəmi satılıbdır. 523 yoxsa neçə? Satılıb yox, hələ dükanlara gedib yəni. Orada satılıb satılmayıb bəlli deyil ha. Hesab edək ki bu satılıb 520. Bunun arxa qiyməti 19 manatdır. Bunu 2-yə bölgünən və bu 2-yə böləndə, yəni niyə görə? 50% çünki dükanlara verirsən, topdan satışlar filan 50%, 45% bu şeylə götürürlər. 35-40-dan az deyildi. Bəli, bəli. Və indi onu satılmış hesab elə. Deyək ki, bunun 10 manatdan 12 manat, 11 manatdan satılmış hesab elə. 5 onun nə? 5000 eləyir. Bunun heç bu çap pulunu ödəmir elə. Demirəm ki, tərcümə haqqı bunun 3000-dən çoxdur, yəni. Real olmaqda, yəni daim tərcüməçiləri başa düşürəm, o da zəhmət çəkib. Amma naşir nə etib ki burada? Naşir yeni bir dəyər gətirib bu ölkəyə. Axı bu ağıllı investor, ümumiyyətlə investisiyanın təməl daşıdır. Bunu yalnız deyək ki, bir ağılı düşüncəsi və dünya görüşü olan bir naşir onu götürüb gətirir Azərbaycan dilində. Bu olubdur təqribən bir 50 il əvvəl nəşr olunmuş bir kitabdır. Əgər bu 50 ilə heç zaman nəşr olunmayıb Azərbaycanda. Amma buna ehtiyac var. Çünki iqtisadi şeylər, platformalar yaranır. Səhmdarlar üçün yeni imkanlar yaranır. Bunu bilməlidirlər bu insanlar. Bu kitabı oxumalıdırlar. Biz də onu gətirmişik bura. Yəni demək istəyirəm ki, ən ağır işi biz görürük. Ən çox tənqid olunan da biz oluruq və biz də buna dözürük. Normaldır. Deyirəm ki, davam edin tənqidlərə. Amma tərcüməçi ki, əslində ikinci müəllif sayılır. Onun bir növ bu gileygüzarı da başa düşüləndə də, bax, sizlə konkret Sevil Gültən xeyli kitablar işləyib. Elədi mi sizin nəşriyyatla? Bəli. Onlarla da yanılmıramsa. Bu bir dəfə deyil, 2 dəfə deyil. Yəni bu hatta burada şey deyil, davamlı bir iş deyil. Artıq sizin sıx yaradıcılıq ünsiyyətiniz yaranıb. Yəni belə orada da bir-birinə mən elə gəlir ki, tərəflər həssas yanaşmalıdır da. Biz necədir? Mən axı onlarla işləmirəm. Bizim koordinatorlar işləyir. Təsəvvür edin ki, bəlkə də vəkili deyiləm, sizin də düşməniniz deyiləm, bilirsiniz bunu. Amma ədalətlə bu məsələnin çözülməyinin maraqlı. Bir insan daim şikayət edə bilməz axı. Axı niyə bu insanlar demir ki, bu qanun nəşriyyatı belə bizim 5 il hesablarımız bağlı qalıb. 5 il hesablarımız bağlı qalanda belə mən şəxsən küçələrdə kitab satıb, amma o tərcüməçilərin qanararını ödəmişəm. Onlara iş vermişəm. Və o vaxt əvvəldən iş vermişəm yəni. İndi deyə bilərsiniz, verməzdiniz də. Amma bu kitab işində mən kitab nəşr etməliyəm, düzdür? Və bu kitabı aparıb, hətta o tərcüməçilərin çox hissəsi kitab sərgisləri küçələrdə o satılanda, təşkil olanda, ora gəlib oradan qanarar ödəmişik biz. Birbaşa ora gəlib. Yerində də. Yerində yəni. Belə olubdur. Və adlar çəkərəm. Elə Sevil xanım özü də ora gəlibdir. Yəni bu cür dəfələrlə belə şeylər olubdur. İndi bu bir biznesdir kitab işi. Mən hələ indi 30 ildən çoxdur bu işlə məşğulam. Mən elə hesab edirəm kitab daha çox mədəniyyət hadisəsidir, biznes deyil. Şübhəsiz, əlbəttə ki. Yəni biz bunu onun birbaşa mədəniyyətdir şübhəsiz. Və özü də ki, hələ indi çox sağ olsunlar Mədəniyyət Nazirliyi kitab alır. O vaxtlar 30 dənə alır, 50 dənə, 100 dənə alır amma o vaxtlar ümumiyyətlə heç bir dövlət orqanı səndən kitab almırdı. İndi alırlar. Təhsil Nazirliyi bir kitab alır. O vaxt almırdı yəni. İndi belə bir vəziyyət stimullaşdırır da müəyyən qədər. Əlbəttə, əlbəttə. Yəni sən fikirləşirsən ki, biraz dözək, ya falan vaxtı bizdən kitab alacaqlar, onda alanda tərcüməçinin və yaxud da redaktorun, nə bilim, nə qanararını verərik. Yəni belə hallarda olur. İndi düzdür, biz hər redaktora deyə bilmirik, biraz gözlə. Hər tərcüməçiyə deyə bilmirik, biraz gözlə. Bu da var axı. Yəni mən nə danışsam, indi çox çağırırlar harasa getməyə, doğrusu getmirəm bununla bağlı. Çünki nə danışsam, deyəcəklər, bu bəraət özünə bəraət qazandır. Özünə bəraət qazandır. Amma nə demək olar? Bu reallıqdır. Bu bəraətdən söz düşmüşkən, elə söhbətimizin sonuna doğru
Pəri xanımla məsələ niyə bu şəkil aldı? Yəni bu neçə ay davam elədi o Ay məhkəmə? qardaş, bax, Pəri xanım Pəri Məmməd Münəfir. Əmin Rəsulzadə ilə bağlı nəsə bir hadisə baş vermişdi. Onu işdən çıxartmışdılar. Mən Pəri xanıma yazdım ki, və o sosial şəbəkədə paylaşım eləmişdi. İşsiz qalmışam. Mən Pəri xanımı dəvət elədim ki, gəl bizim uşaq redaksiyasında cizgilər elə, rəsmlər elə, oradan cüzi də olsa qonorarlar al. Hə, yəni rəssam kimi işə cəlb elədiniz də. İşə cəlb elədi. Və o bizim redaktorlarla işlədi. Məsələn, Əyyub Qiyasla, İlqar Rəsulla və bunlarla işlədi bəzi kitablar üstündə. Və biz az da olsa xırda olanda yığanda qonorar verirdik. Və bizim texniki Sözünüzü redaktor balla kəsim. Siz müqavilələr bağlayırsınız da hamı ilə. həmin işlərlə bağlı, hə. Bizim deməli Ümumiyyətlə hamı ilə siz rəsmi müqavilə əsasında bu işləri nizamlayırsınız, yoxsa Təbii. danışıqla belə deyək də. Yox, müqavilə əsasında indi hal-hazırda Kişi bizim sözü ilə necə deyirlər? Yox, hüquq departamentimiz var, ondan maliyyə var. Bilirsiniz, bəzən deyirlər mənlə müqavilə imzalamayıb. Çünki biz bir kitabı veririk tərcüməyə. Adam da gedir, kitab da gedir. Yəni gəlmir. Elə deyəcəkdim axı müqavilə həm də tərəflərin boynuna öhdəlik qoyur. Yox, indi o gəlməyəndə onun üzərinə nə edim? Mən Bəli. gedim onu hardansa axtarım, deyim sənin öhdəliyin var. O mənada biz tərcüməni veririk və tərcümə bizə daxil olanda biz müqaviləni imzalayırıq. Ha, o anda. O anda. Biz o vaxta Əvvəlindən qədər yox, əvvəlindən yox. O vaxta qədər biz bütün yazışmalar gedir bizdə. Verəndən sonra biz onu edirik. Amma bəzi işlədiyimiz, yəni əmin olduğumuz tərcüməçiləri isə elə kitab veriləndə müqavilə də imzalanır. Yəni bilirsən ki, bu artıq belə bir şey olacaq. İndi Pəri xanımın da bizim dizayner, yəni bunlar axı texniki işçilərdir də, Bəli. belə deyək. Bir kitabın qapağına onun Xətai ərazisində olan rəsm sərgi salonunda açıq, yəni internetdə açıq olan bir əsərini kitabın, Hüseyn Cavidin kitabının qapağında istifadə edib. Bu bilməyib Pəri xanımındır. Bu elə bilib ki, bu da miniatür filan, yəni ki, belə də götürüb qoyub da bizdə də indi belə olur da, 1000 dənə şeylər götürüb qoyulur. Bu çıxandan sonra Pəri xanım mənə dedi, mən ona dedim ki, nə lazımdırsa bununla bağlı ödənişi edək və yaxud da bunu dedilər götürün. Və biz də götürmüşük, bazardan çıxartmışıq. Yəni Kitabı? bu şey kitabı və onu yeni qapaqla da çap eləmişik. Amma Pəri xanım gedib məhkəməyə. Mən onu toyda da gördüm. Dedi Pəri xanım, biz axı işləmişik. Sizlə, yəni nəyə lazımdır ki məhkəmə? Yox, ardıcıl olaraq mən 10.000 manat pul istəyirəm. Bu əsası olmayan varlanmaq deməkdir. Sən də bizim hesabımıza varlanmaq mı istəyirsən indi? 10.000 nəyə əsasən? Axı sən bir işinə biz bəlli bir qonorar vermişik. Bu da sizin bir işinizdir, onu verək də. İndi deyir məhkəmə, məhkəmə nə qədər ki, 500 manatdır. 500 manatı qanun verirdi də sizə də. Elə deyəcəkdim, məhkəmə nə qədər sizə cərimə kəsir? 500 manat. Okay, bu 500 manata görə bu qədər... 500 manat ilə nəşriyyat da razı o Təbii də, verərdi də. əlbəttə də. Nəyə lazım idi? Yəni, burada söhbət həqiqətin və obyektin həqiqətin üzə çıxmasından getmir. Söhbət, bilmirəm, bu nə ilə bağlıdır ki, insanlar, yəni, bir var ki, oturub danışırsan, həll edirsən, adamlar qan bağlayır. Bilməyib, gedib, üzr istəyirik, yazırıq və dəyişirik. Ya qonorarı veririk, razılaşırsan, ya da ki, onda bunu dəyişirik də. Amma yazılanlardan belə təsəvvür yaranırdı ki, Mən ona heç zaman cavab verməmişəm. Niyə görə? Yəni ki, nə lazımdır? İndi də siz dediniz, deyirəm. Yəni ki... Amma yazılanlardan belə təsəvvür yaranırdı ki, sanki bir razılığa gəlmək olmayıb, siz belə deyək də, höcətlik eləmişsiniz, yola yovuq olmamısınız ki, yox, elə belə eləmişik, əcəb eləmişik. Bilirsiniz necədir? Də qalır. Mən Pəri xanıma özüm öz telefonumdan hərçənd ki, yenə deyirəm, mən ondan işləməmişəm. Yəni, məndə müvafiq redaksiyalar ondan işləyibdir və onların da vasitəsilə xəbər göndərmişəm. Bax, bu məqam da həmişə söz-söhbətə səbəb olur ki, Şahbaz bəy bəzən elə bil öz yaxasını kənara çəkir. Struktur var, onlar işləyir, mənim prosesdən xəbərim yoxdur. Təbii siz deyəndə, amma eyni zamanda bütövlükdə son nəticədə siz bu nəşriyyata birinci məsul şəxsdir. Başa düşürəm, məsələn, Cəlil Cavanşir onunla işləyir. Cəlilə deyirəm, Cəlil, danışın, görün nə məsələdir, nədir, həll edək də. Problemlə. Həll olunmur, özüm götürüb telefonla zəng edirəm, cavab vermir. Toyda danışıram, toyda gördüm Cəlil Cavanşirin, çəkdim, dedim ki, nə məsələdir ki, burada nə var ki, yaxıb, gəlin razılaşağın. Yəni, məhkəməyə getməklə nəyə? Söhbət təkrar edirəm,
okey, mən məhkəməni uddum. Onda niyə yazmır nə qədər uddum? Ya 10 min axı bir nəşriyyata qarşı Azərbaycan nəşriyyatının gerçək reallığını bilmirmi bu? Bir nəşriyyata qarşı 10 min iddia irəli sürmək bu nə deməkdir? Bu sənətdirmi? Bu sənətkarlıqdırmı? Axı bu nəşriyyat sənin Siz o kitabdan 10 min mümkün deyil axı. 3 manat 40 qəpikdir, düzmü? 3 manat 40 qəpikdir. Açın görəyin hər dükan nə qədər satıb bu? Müəllifə nə qədər qonorar verilməlidir? Orxan Pamuka 10%, Dan Brown'a 10%, filana 10%. Əgər müəllifə 10% qonorar verilirsə, sən də bunun müəllifisənsə, hesabla 10%-dən qonararı al da. Nə qədər satılıbsa yəni. Ya səbəbi yoxdur. Axı ciddi bir səbəb varsa ortalıqda, onda aydınlaşdıraq. Ya bunu yəni qanuna qarşı bir belə bir kampaniya çevirirsənsə, bu artıq ziyallıq deyil, bağışla məni yəni. Bu başqa bir şeydir. Amma Azərbaycanda siz sanki naşirlərin ümumiləşdirilmiş obrazla çevrilmisiniz. Burada da sizin bu kontent sözün yaxşı mənasında yığmaq, qurmaq bacarığınız, məharətiniz yəqin xüsusi rol oynayır. Siz heç nədən sosial şəbəkədə elə bir fenomen kimi həmişə görünürsünüz. İstənilən bir hərəkəti, məişətdə olan şeyləri sosial şəbəkəyə yerləşdirirsiniz. Məsələn, mənim təbiətimlə bu biraz uzlaşan şey deyildim. Həmişə maraqlı gəlir ki, siz bunu sırf belə deyək, özünüzü populyarlaşdırıb arxasında da bu nəşriyyat işinin meydana çıxarmağa köhlürsünüz, ona hesablayırsınız, yoxsa elə buna bir belə deyək, baş qatmaq kimi baxırsınız. Amma hər iki variant məncə işləkdir. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti xoşbəxt insanları sevmir. Orası elədir. O istəmir insanlar xoşbəxt görünsün. O, bədbəxt insanları sevir. Çünki özü bədbəxtdir. Ya da oğurluq, əyrilik də olsa, amma güclü olsun. Güclü olsun deyil, ondan qorxub çəkinsin. Əlbəttə ki, gücün qarşısında, məsələn, qanunun üstünə niyə gəlirlər ki? Bəlkə də elə qurumlar var, onların 1000 dəfə daha pis hüquqlarını tapdalayır, amma ona qarşı çıxmazlar. Amma qanunda şahbaz yemək bişirməyini paylaşır özünün, nə bilim, kimdənsə gedib, həyat yoldaşı ilə küçədə gəzir, yeməkxanaya gedir. Əl satandır, yəni bunu, hər şey eləmək olar buna. Tamam, bunu da açıq fəzada edəyin. Açıq fəzada, şəffaf olaq onda. Yəni, bu mənada mən hər şeyi, çox şeyləri paylaşıram həyatımla bağlı və əlbəttə ki, kitabı da paylaşıram, oxuduğum kitabları. Elə bir kitabı yoxdur ki, nəşr edim və mən onu oxumayım. Çünki əgər onu satmaq istəyirəmsə, o kitabı birinci özüm mütləq oxumalıyım və bilməliyəm ki, o sizə lazımdır ya yox. Lazım deyilsə, siz onu oxumayın, sizə lazım olanı oxuyun. Bəzən mənə deyirlər, bizim sərgiyə gələndə kitabları soruşuram, siz hansı kitabı oxudunuz? Deyir, filan kitabı və ona sonra deyirlər, siz hamısını oxumus deyirəm. Bəs necə? Bəs başqa necə ola bilər ki? Yəni? İndi bu mənada mən bilmirəm, nəyə xidmət edir? Yəni, mənim piraşki yeməyim kitabın satılmasına xidmət edir, ya kitabın satılması piraşki, kitab oxumağın piraşki yeməyimə xidmət edir. Yəni, bunlar bir-birindən çox bağlıdır. Amma piraşki haqqında olan paylaşma daha çox bəyənmə gəlir, nəinki, məsələn, ciddi bir kitab haqqındakı paylaşım. Elədir də, o bayaq. Bir də elə sonda sizin, düzdür, bu ailə ilə bağlı məsələdir, amma elə bu da sizin xanımınız da, həyat yoldaşınız da, həmkarınız deyin, həm də artıq ictimai şəkil alıb, ictimai xarakter alıb deyin bu söhbət. Ona görə məncə toxunmağa dəyər. Neçə aydır məhkəmə çəkişməsi gedir. Həyat yoldaşınız Nigar Köçərli xəstəxanada olanda, müalicə aldığı yerdə üzləşdiyi hadisəni ictimailəşdirmişdi və klinikada ona qarşı reputasiyasını, yəni işgüzar nüfuzuna xələl gətirmək adı ilə iddia qaldırıb, elədirmi? İndi məhkəmə çəkişməsi də davam eləyir, artıq hazırlıq iclası da oldu, elə yanılmıramsa dünən idi də. Bu məsələ nə yerdədir? Sizcə nə ilə yekunlaşacaq? Bilirsiniz də mənim ikinci ixtisasım hüquqdur və xüsusən də media hüququdur. Nigar xanımın paylaşımlarının heç birində onların şərəf və ləyaqətinə ləkə gətirən, onların işgüzar nüfuzunu
ləkələyən hər hansı bir həqiqətə uyğun olmayan məlumat yoxdur. Nigar xanım sadəcə öz hisslərini yazıb. Yəni deməyib bu xəstəxana pisdir. O barədə mən də yazmışam. Mən deyirəm ki, mən 5 saat gözləmişəm. Doğru mu? Yadımdadır. O Ha, mən bir də qarşıma çıxmışdı o Bəli, yazdığınız. Nigar xanım deyir, mənə anesteziya vurulmadı. Demir xəstəxana Yeri pisdir. keytmə ilə olmuşdu da. Bəli, yox, ümumi olmuşdu, Hə, amma ağrıları, kəskin ağrıları yaranmışdı və əlavə anesteziya istəmişdi. Saat yarım gözlədəndən sonra anesteziya vurulmuşdu və mənim bacım ümumiyyətlə o belə bir doğuş zamanı o qorxmuşdu, yəni necə olmuşdu. Sonra mən şəxsən həyatımın, bax indiki halda da çox narahat oluram ki, ona o vaxtı biz düzgün kömək etmədik. Yəni o mənada biz onu ciddiyə almadıq ki, bu necə dəhşətli bir şeydir. Yəni qorxu, vahimə, ağrı filan, daim bunun beyninə səslər gəlir filan. Eyni situasiyanı mən gördüm ki, Nigar xanımla baş verir. Yəni mənim həyat yoldaşımla Nigarla baş verir və mən bundan çox qorxdum. Həqiqətən çox qorxdum. Çünki biz onu qoruya bilmədik, indi eyni şey də gəlir. Yəni bu mənada bu yəni indi xəstəxananın etdiyi amansızlıqdır. Yəni pasiyentə qarşı bunu etməzlər. Bir dənə çiçək alıb gətirib verərdin. Bununla da məsələ bitərdi. Yəni bu qədər. Biz davam edirik yolumuza. Yəni məhkəmənin sonu necə olacaq? İndi biz hər halda məhkəməyə güvənirik ki, bu obyektiv həqiqəti üzə çıxara biləcək. Yəni belə razılığa gəlmək mümkün deyil sizcə? Hər şey razılığa gəlinəndir. Razılığa gəlinməyən nə var ki? Əslində tərəflər bir-birini anlasa hər şey mümkündür. Əlbəttə, hər şey mümkündür. Amma biz demirik ki, yox, axı qədərki məhkəməyə onlar veriblər, biz verməmişik. Bilirəm onlar verib. Mən də əsas onları nəzərdə tutub deyirəm ki, sizcə o iddiadan geri çəkilməzlər? Belə bir təşəbbüs görməmişik. Təşəbbüs olsa biz dəyərləndirərik, baxarıq. Niyə də yox ki? Təzminat da böyük məbləğdir də. 222.443 manat. Onu kim və necə hesablayıb? Nəyə əsasən elə bir rəqəm müəyyən olunub? Ümumiyyətlə Azərbaycanda belə bir yüksək rəqəm işgüzar nüfuzla bağlı hələ heç zaman olmuyor. Belə bir məhkəmə qərarı da olmuyor. Allah o sözlər yaxşı mənada düzələnindən eləsin ki, bu məsələ də ağrısız, acısız, salamatlıqla hər iki tərəfin razı salmaqla yekunlaşsın. Və nəhayət bu sonuncu deyir akord. Siz bu günlərdə 42 kilometr marafonu qaçdınız. 31-ci ildə nəşriyyat fəaliyyət göstərir. Ən azından bir 11 ildə arzulayaq ki, o marafona çatasınız bu nəşriyyat fəaliyyətində. Amma mən şəxsən arzulayardım ki, bu söz-söhbətlərdən biraz maksimum dərəcədə yayılmış deməzdim, ona səbəb olmadan gəlib çatasın marafona. Mən marafonu qaçıram və mən sizə deyim ki, mənim həyat tərzim əslində bu söhbətlərin yaranmasına hardasa təkan vermiş olur. Yəni deyirlər ki, bu niyə sağlamdır? Məsələn də demirlər, biz də sağlam olaq. Gəlib bir var ki, gəlib deyək ki, bərabər qaçaq, onu demir yəni. O kənarda qalır, deyir ki, bu niyə sağlamdır? Gəl bunu gör, bir şey quraq bunun içində. Məsələn deyirəm, amma mən sizə bir şey deyim. Mənim həqiqətən də arzum idi 42 kilometri qaçmaq. Və mən o prosesi özümdə yaşamaq istəyirdim. Yəni, o bədən, necə, mənim iradəm buna... Birinci növbədə iradə. Necə olacaq ümumiyyətlə? Təslim olacaqmı ona? Ayaqlarımın ağrısına, bədənimdə yaranan o qeyri-adi şeylərə təslim olam. Amma təslim olmadım. Heç yerdə də, bir yerdə də düşünmədim ki, mən buradan çıxa bilərəm. Yanımda yıxılanlar olub, kənar duranlar olub, ürəyi gedənlər olub filan da. Heç bir yerdə mən o şeyi düşünməmişəm ki, çıxa bilərəm. Bu birinci və ümumiyyətlə insan gərək... Mən sizə bir dənə şey deyim. Əli Səmid Kür, Allah rəhmət eləsin. Bunun bir dostu buna deyirdi ki, gedək. Biraz uzun çəkdi, montaj edərsiniz də sonra. Əli Səmid, bunun dostu deyirdi, Əli Səmid, gəlim səni evdən götürüm, gedək bulvarda qaçaq. İdman edək.
Bir gün, 2 gün, 3 gün sonra bu Əli Səmid Kür dedi ki, ay qardaş, bax, anam xəstə, atamın ayaqları tutulub. Hə, cavab yadıma düşdü. Özüm də evsizəm, boşanmışam, bilmirəm harda qalım. Bəs bu məni Deməz də görən deməz ki, ay Əli Səmid, hansı günvə qaçırsan? Amma gəlin indi hadisəyə başqa tərəfdən baxaq. Əgər bəlkə də Əli Səmid Kür qaçsaydı, həyatını bir nizama qoysaydı, indi Əli Səmid Kür yaşayardı. Müəyyən bir hərəkət eləmək, həyatını nizama salmaq deməkdir. Həyatında bir şey nizamlıdırsa, digərlərində bu kitab Rəfiqlə qoyulan kitablar kimidir Əli nizam. Səmidlə bağlı olan məsələn başqa yozumu da var da. Əli Səmid o cür də baxa bilərdi ki, qoy görsünlər o sözləri. Ona baxmayaraq. Acıq qıcıq versinlər, desinlər, bu zalım oğlun hələ gücü qüvvəsi də var. Hələ Qaçır qaçır. hər səhər. Deməli bu adam nikbindir, bu adam nəyəsə ümidlidir, amma bu elə o standart variantı seçdi ki, amma biz standart Cəmaət nə variantı deyər? seçməyək. Necə ki o siz iradənizi sınağa çəkdiniz və bacardınız, inanırıq ki, marafonu ən azından bu 42 kilometri qanun rahatlıqla gəlib aşacaq. Daha indi ondan sonra növbəti marafona çıxar inşallah. Çox sağ olun dəvətə görə, minnətdaram. Biriniz də, verilişiniz də, şey mübarək olsun, uğur olsun sizlərə. Təşəkkür edirəm. Zəhmət Sağ olun. çəkdiniz, gəldiniz. Yox. Var olasınız. Sağ olun. Əziz izləyicilər, belə ilə daha bir söhbətimiz sona yetdi. Ümidvaram maraqlı və yadda qalan oldu. Kanala abunə yazılacağınıza, fikir və təkliflərinizi bildirib bəyənəcəyinizə inanırıq. Sağ olun, Allah amanda.